Bu Napolyon tortunun xırçıltısı səni şoka salacaq. Öncə yoğurma qabına 600 qram un elədim və üzərinə soyuducudan çıxardığım 300 qram yağı rəndələyib yaxşıca qarışdırdım. Digər qabda 200 ml soyuq suya 1 çay qaşığı duz, 1 xörək qaşığı sirkə və 2 yumurtanın sarısını əlavə edib qarışdırdım. Bu qarışımı yağlı unlu qarışımın üzərinə az-az əlavə etdim. Xəmiri sadəcə toparladım, bərk yoğurmadım, diqqət etmək lazımdır. Sonra oxlavla 1-2 dəfə açıb qatladım, salafana büküb soyuducunun dondurma hissəsində ən az 3 saat saxladım. Mənim sobam kiçik olduğu üçün mən 19 gündə etdim, amma siz rahatlıqla 12 gündə də edə bilərsiniz. Kündələri tək-tək açıb, üzərinə qab qoyaraq kəsdim ki, hamısı eyni böyüklükdə və eyni formada olsun. Üzərinə də çəngəllə deşdim ki, bişərkən yersiz şəkildə şişməsin. Kremi üçün isə 500 qram otaq temperaturunda olan yağı mikserlə çırpdım. Üzərinə təxminən elə 500 qram qatılaşdırılmış süd də əlavə edib qarışdırdım. Nəticə inanılmaz dərəcədə xırçıltılı, qat-qat və ağızda əriyən möhtəşəm Napolyon tortu. Davamı üçün izləməyi unutmayın. Hələlik!